Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi bir daha salamlayıram. Növbəti günün sual izahını sizə təqdim edirəm. Və bugün sualımız bilik və səriştələrlə bağlı cavabları əhatə edəcək bir sualdır. Təbii ki, oxuyursunuz, videonu dayandırırsınız, cavabları qeyd edirsiniz və yenidən izaha qulaq asırsınız. Gəlin oxuyaq görək. Situasiyamızda bizdən nə istəyir? Cavabımız nədir? Müəllim Turala gələcəkdə hansı peşəni seçəcəksən mövzusunda təqdimat hazırlamağı tapşırır. Tural isə bu istiqamətdə səmərəli nəticə əldə etməsi üçün fəaliyyətin necə quracağını müəyyənləşdirir. İşini düzgün istiqamətləndirərək tamamlayır. Təqdimat bitdikdən sonra müəllim Turala özünə qiymətləndirmə vərəqi təqdim edir. Bu situasiyaya əsasən səriştə biliyin növünü müəyyən edəcək. Deməli, müəllim şagirdə gələcəkdə hansı peşəni seçəcəksə mövzuna təqdimat hazırlamağı tapşırır. Şagird bu təqdimatı hazırlayacaq təbii ki və bu istiqamətdə hansı fəaliyyətin quracağını da müəyyənləşdirir. Yəni işini düzgün istiqamətləndirir. Şagird təqdimatı necə hazırlayacaq? Yəni özü hazırlayacaq. Deməli, burada müstəqil öyrənmə səriştəsi şagirddə var. Niyə görə müstəqil öyrənmə? Çünki öz öyrənmə fəaliyyətini şagird müəyyənləşdirə bilirsə, müstəqil şəkildə hansısa bir işi icra edə bilirsə, yəni özü ilə bağlı bir yanaşma edə bilirsə, bu nə olacaq? Müstəqil öyrənmə səriştəsinə aid olacaqdır. Səriştəyə tapdıq. Baxın, variantlarımızda problem həll etmə var. Problem həll etmədə, belə deyim də, qarşıda bir maneə var. Və misal çəkirəm, şagird test işləyir. Test işləyən görür ki, ilk sual çox çətindir. Və emosional sabitlik nümayiş etdirir. Həyəcanlanmır, panikaya düşmür, səbirlə, təmkinlə oxuyur və belə deyim, sualın cavabını tapır. Nə olsun ki, belə deyim də, o qədər olur ki, MİQ-in qəbulunda və sertifikasiyada olsun, fərqi yoxdur. Yəni qəbulda uzun bir situasiya testi qarşınıza çıxır, deyirsiniz, bu oxu bitmir, mən neyəcəm, yaza bilməyəcəm, bütün suallar bəlkə də, belə deyim də, bu genişlikdədir və siz panikaya düşürsünüz və görürsünüz, həyəcanlanmağa başlayırsınız. Nə edirsiniz? Qarşınıza bir maneə çıxıb da, emosional sabitliyi nümayiş etdirirsiniz, həyəcanlanmırsınız, özünüzü ələ almağa çalışırsınız və nə edirsiniz? Səbirli, təmkinli şəkildə növbəti testləri oxuyursunuz. Həyəcanınız azaldıqdan sonra gəlib yenə də bu bir test işləyirsiniz, birinci test işləyirsiniz. Görürsünüzmü ki, həyəcanlanmağa başlayanda siz emosional sabitlik nümayiş etdirirsiniz. Bu da nədir? Problem həll etməyə aid olacaqdır. İnformasiya savaдлığında məlumat var, məlumatın etibarlılığını yoxlamaq var, ondan sonra məlumat toplamaq var. Bunlar informasiya aid olacaqdır. Məsələn, mən statusda paylaşıram ki, MİQ imtahanları qeydiyyatı bir həftədən sonra başlayacaq. Mənim yazdığımı götürüb siz də statusda paylaşırsınızsa, deməli siz nə edirsiniz? Məlumatın etibarlılığını yoxlamadan götürüb paylaşırsınız. Sizdə informasiya savadlığı yoxdur. Mən paylaşmışam, nə olsun ki, başqası da paylaşa bilər. Git internetdən, rəsmi belə deyim də, səhifələrdən bax gör, həmin məlumat doğrudurmu? Doğrudursa götür paylaş, doğru deyilsə xeyr. Bu məlumatın etibarlılığını yoxlamaq informasiya savadlığına aiddir. Bir də informasiya savadlığında var, araşdırma aparır şagird, məlumat toplayır. Bu məlumatı qəzetdən, jurnaldan, hansısa bir saytdan ola bilər. Bu informasiyaya aid olacaqdır. Bunu da çıxırıq, çünki burada məlumat toplamaqla bağlı hansı bir yanaşma yoxdur. Yaradıcılıqla bağlı, səriştəsinə bağlı heç bir yeni bir şey yaratmırıq. Təqdimat hazırlamaq söhbəti yaradıcılıqla bağlı bir yanaşma deyil. Yaradıcılıq səriştəsində nə var idi? Yeni məhsul ortalığa şagird çıxardırdı, əşyalardan qeyri-adi şəkildə istifadə edirdi, innovativ layihələrdə iştirak edirdi. İnnovativ nədir? Yaradıcılıq deməkdir. Ondan sonra mövcud olanlara orijinal əlavələr edirdi. Bunlar hamısı yaradıcılığa aid olacaqdır. Həm də konseptual bilik yazıb, yəni bu uyğunsuzluqdur. Rəqəmsal savadlıqda nə var? Rəqəmsal savadlıqda var idi nə? İKT-də məqsəd yönlü şəkildə istifadə etmək. İKT nədir? İnformasiya, kommunikasiya texnologiyalarından məqsəd yönlü şəkildə istifadə etmək idi. Slayt hazırlamağın özü olsun, onun videoçarx hazırlamağı özü olsun, bu rəqəmsala aid olacaqdır. Niyə görə? Məsələn, burada təqdimat hazırlamağı görüb də deyirsiniz ki, ay müəllim, gedim, niyə görə rəqəmsalı götürmədim? Çünki şagird, belə deyim də, bir mövzu haqqında müəllim tapşırır, təqdimat hazırlayacaq. Təqdimat hazırlamağı tapşırır müəllim şagirdə. Şagird bu istiqamətdə
səmərə nəticə əldə etməsi üçün fəaliyyəti necə quracağını müəyyənləşdirir. Deməli, öz öyrənmə fəaliyyətini müəyyənləşdirmək, müstəqil şəkildə fəaliyyəti yerinə yetirmək nədir? Müstəqil öyrənmə səriştəsinə aid olacaqdır. Cavabımız səriştələrdə müstəqil öyrənmə metakognitiv bilikdir. Niyə görə metakognitiv bilikdir? Çünki şagird burada müəllim sonra nə verir? Turala özünü qiymətləndirmə vərəqi verir. Şagird burada özünü qiymətləndirmə vərəqində özünü qiymətləndirmə vərəqi nə qarır? Məsələn, burada müəllim əvvəlcədən meyarları müəyyənləşdirir. Təbii ki, fərqi yoxdur. Bütün iş formalarında qiymətləndirmə zamanı meyarları müəllim müəyyənləşdirir, şagirdlərə təqdim edir. Özünü qiymətləndirmə də əvvəlcədən müəllim meyarları müəyyənləşdirir, şagirdə verir. Şagird də orada özünün yanaşmalarını, ondan sonra misal çəkir, amma zəif və güclü tərəflərini təqdimatı hazırlayarkən müəllimə diqqətlə qulaq asdımı, təqdimatı hazırlayarkən misal çəkir, amma hazırlama ardıcıllığını öz müəllimindən soruşdumu, müəllimin köməyi ilə yerinə yetirdimi, özü sərbəst şəkildə həyata keçirdimi, misal çəkir, amma bunlar var. Özünü qiymətləndirmə budur. Müəllim vərəqi verir, şagird özü ilə bağlı o meyarlara əsasən belə deyim də qeydlərini aparır. Bu da metakognitiv biliyə aid olacaqdır. Çünki şagird özü haqqında yanaşmalar orada qeyd ediləcəkdir. Bu da metakognitiv biliyə aid olacaqdır. Ona görə sualımızın doğru variantı A variantı olacaqdır. Müstəqil öyrənmə, metakognitiv bilik. Sualın bir daha şərtini oxuyaq. Sizin üçün faydalı olsun. Bilirəm ki, rəqəmsalla qarışdıra bilərsiniz. Müəllim Turala gələcəkdə hansı peşəni seçəcəksən mövzusuna təqdimat hazırlamağı tapşırır. Tapşırır ki, təqdimat hazırla ki. Tural isə bu istiqamətdə səmərəli nəticə əldə etməsi üçün fəaliyyəti necə quracağını müəyyənləşdirir. Yəni, hansı istiqamətdə, yəni öz öyrənmə fəaliyyətinin müəyyənləşdirilməsi, hansı mənbədən istifadə edəcəksə, özü üçün hansı mənbə faydalıdır, bunlar hamısı müstəqil öyrənməyə aiddir səriştələrimizdə və işini düzgün istiqamətlə tamamlayır. Təqdimat bitdikdən sonra müəllim Tural özünü qiymətən vərəqi təqdim edir. Özünü qiymətləndirmə vərəqini təqdim edib şagird bu fəaliyyəti həyata keçirməyi metakognitiv bilir. Çünki orada özü ilə bağlı yanaşma, özünün müsbət mənfi tərəflərini qeyd etmək, ondan sonra zəif və güclü tərəflərini qeyd etməsi metakognitiv biliyə aiddir. Metakognitiv bilikdə başqa var nə? Özü üçün strategiya müəyyənləşdirməsini, özü üçün belə deyim də sərfəli olacaq addımlar atması, sonra isə öz üçün planlar qurması. Misal çəkirəm, mən deyirəm ki, MİQ imtahanı uğur qazanmaqdan ötürü mənim üçün belə deyim də səhər durub kurikulumu oxumaq, axşam da onun testləri işləmək mənim üçün daha faydalıdır. Yəni belə cədvəl özüm üçün tərtib etmişəm və bu cədvələ istinad edərək yanaşmalarımı edirəm və bu yanaşma mənim üçün faydalıdır. Burada şagird biliyin hansı növünə istifadə etmiş olacaq? Təbii metakognitiv bilik. Çünki özüm üçün strategiya müəyyənləşdirməm, özüm üçün cədvəl tərtib etmək, özümlə bağlı strategiyalar müəyyənləşdirmək, özümün zəif və güclü tərəflərimi qeyd etməyim, hamısı nədir? Metakognitiv biliyə aid olacaqdır. Yəqin ki, izahım sizin üçün aydın oldu. Nəyə əsasən rəqəmsal yox, müstəqil öyrənməni götürdük. Bir daha onun izahını, ikinci dəfə də izahını verdim. Dinlədiyinizə görə hər birinizə təşəkkür edirəm. İnanıram ki, hər birinizdə diqqətlə oxuyub da sualın cavabını düzgün şəkildə qeyd etmişsiniz. Əgər faydalı oldusa, hər gün belə suallarla qarşılaşmaq istəyirsinizsə, izahı ilə birlikdə qısa, lakonik şəkildə kanalımıza abunə olursunuz, paylaşırsınız, bəyənirsiniz, rəy bölməsində öz fikirlərinizi yazırsınız. Dinlədiyinizə görə də hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm.